İlham Əsgərov, xalq artisti, unudulmaz teatr ustası, Azərbaycan teatr sənətində öz dəstxətti ilə seçilən görkəmli aktyor. İlham Təvəkküloğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xodçubanlı kəndində anadan olmuşdur. Uşaqlıqdan sənətə böyük marağı olan İlham Əsgərov bu yolda ilk addımlarını ataraq 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino Aktyoru fakültəsini bitirmişdir. O, 1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlamış və ömrünü bu sənət məbədinə həsr etmişdir. İlham Əsgərov səhnədə yaratdığı parlaq obrazlarla tamaşaçıların qəlbində dərin iz qoymuşdur. Onun ifasında Hüseyn Cavidin İblis əsərində Ərəb, Mirzə İbrahimovun Közərən Ocaqlar əsərində Əli, Nəriman Həsənzadənin Atabəylərində Əbubəkir obrazları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Teatr sahəsində olduğu kimi televiziyada və kino filmlərində uğurlu çıxışlar etmişdir. Sarıköynəklə Valehin nağlı, İki Veronalı, Kimdir haqlı, Doğma sahillər, Biz qaydacağıq, Qəzəlxan kimi tamaşa və filmlərdə yadda qalan rolları ilə tanınmışdır. Görkəmli aktyorun sənətə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 2000-ci ildə əməkdar artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunmuşdur. O, həmçinin prezident mükafatına layiq görülmüşdür. İlham Əsgərov 6 sentyabr 2015-ci ildə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin.